Azərbaycan olduqca böyük beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara, bir sözlə nüfuzlu tədbirlərə ev sahibliyi edib. Belə böyük miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, nüfuzun, beynəlxalq çəkinin dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi reputasiyanın ifadəsidir. Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışın, mini futbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır. May ayının 21-dən iyunun 1-nədək Milli Gimnastika Arenasında keçiriləcək mundialda dünyanın ən güclü 32 komandası mübarizə aparacaq. Bu günlərdə dünya çempionatının püşkatma mərasimi keçirilib. Mərasimdə Dünya Mini Futbol Federasiyasının prezidenti Filip Yuda, Gənclər və İdman naziri Fərid Qayıbov, AFFA-nın prezidenti Rövşən Nəcəf çıxış edərək Azərbaycanda böyük futbolla bərabər mini futbola marağın getdikcə artdığını xüsusi olaraq vurğulayıblar. Qeyd ediblər ki, dünya çempionatının Bakıda keçirilməsi bu idman növünə marağı daha da artıracaq. Azərbaycan Mini Futbol Federasiyasının prezidenti Orxan Məmmədov isə dünya çempionatının ölkəmizə həvalə edilməsinə görə Dünya Mini Futbol Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. O, mini futbol üzrə yığma komandamızın Avropa çempionu olduqdan sonra bu idman növünə marağın xeyli artdığını söyləyib. Orxan Məmmədov Prezident İlham Əliyevin Avropa çempionatından sonra millimizin üzvlərini qəbul etməsini onlara əlavə stimul verdiyini diqqətə çatdıraraq bu amilin dünya çempionatının təşkilatçılığında da ciddi rol oynadığını açıqlayıb. Tədbirə göstərilən maraq, yüksək səviyyəli hazırlıq heç də futbol üzrə dünya çempionatının püşkatma mərasimindən geri qalmayıb. Bu dəfə də yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan Mini Futbol Federasiyası mini futbolunun tarixinə möhrünü vurub. Çünki indiyədək dünya çempionatlarında bu cür möhtəşəm püşkatma mərasimi keçirilməmişdi. Etiraf edək ki, hamı üçün sıradan bir püşkatma mərasimi kimi görülsə də, tədbirin keçirildiyi məkana daxil olduqda qeyri-adi hazırlığın şahidi olduq. Sanki FIFA və UEFA-nın mötəbər tədbirindəymişik kimi atmosferlə üz-üzə qaldıq. Tədbiri yüksək səviyyədə keçirmək, mükəmməl təşkilatçılıq bacarığını nümayiş etdirmək elə də asan məsələ deyil. Bütün detallar tam dəqiqliklə nəzərə alınmışdı. Xüsusi olaraq vurğulayaq ki, mini futbolun maliyyə resursları elə də yüksək deyil. Tədbir başladı. Ölkənin tanınmış futbol ictimaiyyətinin görkəmli simaları tədbirə qatılmışdılar. Adətən, belə mötəbər tədbirlərin püşkatmasında iştirak edənlər dünyanın tanınmış futbol ulduzlarını görməyə alışıblar. Elə bunu düşündüyümüz anda möhtəşəm bir sürprizlə qarşılaşdıq. Tədbirin aparıcıları dünya ulduzunu püşkatma üçün səhnəyə dəvət edəcəklərinin anonsunu verdilər. Hamı təəccüb və həyəcanla bu adın kim olacağını fikirləşməyə başladılar. Və budur, AMF-in rəhbərliyinin xüsusi təşəbbüsü sayəsində Portuqaliya millisində Avropa çempionu olan Manchester United kimi dünyanın ən tanınmış futbol komandasında forma geyən Luis Nani səhnəyə dəvət olundu. Tədbir iştirakçılarının böyük alqışına səbəb olan səhnəni sözlərlə ifadə etmək olduqca çətin idi. İndi isə hər kəs böyük səbirsizliklə mundialın başlayacağı tarixi gözləyir. Dünyanın müxtəlif ölkələrindən gələcək komandaları, federasiya rəsmilərini, azarkeşləri maraqlı sürprizlər gözləyir. Milli komandamızdan isə həmişə olduğu kimi ən yüksək nəticəni gözləyirik. Bakı 2025-də görüşənədək.